Axşamınız xeyir olsun, dəyərli izləyicilərim. Elə bir mənzil təqdim edəcəm sizə ki, mənzil mənə açqı taxmağı məcbur elədi. Burada o qədər gözlə görünməyən detallar var ki, ancaq açqı ilə görüb onu sizə təqdim edə bilərəm. Mənzilimiz yerləşir 28 May metrosunun ikinci çıxışında, adı ilə, sanı ilə 28 Park Rezidence'də. 6-cı mərtəbədə 155 kvadrat, daha bu mənzildə xoşa gələn nələr yoxdur. Qoşa xaldenik, görünməyən qapılar, görünməyən plintuslar, yəni gizli plintuslar, ondan sonra zövq, super. Başlayaq detallı şəkildə mən sizə göstərdim. Bura koridor hissəsidir. Koridordan birbaşa girək zal otağına və onu mən sizə göstərdim. 35 kvadrat zalın 2 vitraj pəncərəsi var. Şəhərin birbaşa istiqamətindən baxan high class Samsung kondisioner, TV student. Bundan əlavə burada bir özəlliyi var ki, mətbəx zonası ilə zalı ayıran bir burada şüşəbənd var, amma bu o demək deyil ki, bu zal studiyadır. İstəsəz bağlaya bilərsiniz. Sahibi öz komfortu və zövqü üçün burada eləyib ki, həyat yoldaşı yemək yeyəndə gözü onu axtarmasın, daim onu görsün. İndi isə mən sizə bu mətbəxin özəlliklərindən olan Bosch firmasının elektronikalarını təqdim edeyim və Dvaynoy xaldenik, dəyərli izləyicilər. Bu özəllik əla bir şeydir də. Hər evdə olmalı bir şeydir ki, xaldenik bol olmalıdır. Doldurursa produktu, Allah ruzu bərəkətinizi versin. Yer isti döşəmədir. Burada da kondisioner high classlardan və burada eyvanı var. Mənim ən çox xoşuma gələn sizə bir dənə şəhərə baxaq. Qaranlıqdır, amma bu teritoriyanı tanıyan izləyicilərim bilir ki, o istiqamət artıq dənizə baxır, şəhərin mənzərəsinə baxır. Sözümün canı nədir? Unutmadan deyim sizə. Xoşuma gələn nədir burada? Qapıların və plintusların gizli olmağıdır. Fikir verin. Vəbşi görsənmir o tərəfdən qapılar. Plintusları görsənmir. İndi daha bir özəlliklə sizə təqdim eləmək istəyirəm. Dəyərli izləyicilərim, 3 yataq otağı və hər yataq otağının içində hamam otağı, master otaq, belə bir şey nadir halları görürük. Buyurun, gəlin bu otağa baxaq, zövq alaq, yavaş-yavaş kameraman bir dənə fırlasın sizi, gizli qapını görsətsin. Bəli, hər yataq otağının bu gözəl hamam otağı var içində. Təmir səviyyəsindən də danışmaq istəmirəm. Gözlə görünən təmir səviyyəsi var ki, hər bir şey markadır. Növbəti otağa keçək. Hər yataq otağının daxilində hamam otağı olduğuna görə ümumi koridorda olan sanitar qovşağın içində duş kabin sahibi yerləşdirməyib. Koridorun giriş qapısına yaxın 2 yataq otağı var. Yataq otağında yatağın başlıqları qoyulubdur. Yatağın özü qoyulacaq, dəyərli izləyicilər. İçində bunun da hamam otağı var. Siz paraketə fikir verirsiniz, yəqin ki. Çox ləzzətli bir paraketdir. Adam baxdığınızda deyir, bax saçılır arada. Üçüncü yataq otağını sizə təqdim edirəm. Sadə, olduqca şık, dizayn olunmuş, insanın gözünü yormayan, ruhunu oxşadan, şəhərin əsrarəngiz ərazisində sizə 660 min manata mənzil təqdim elədim. Dəyərli izləyicilərim, nömrəmlə əlaqə saxlayın, ekskluziv olan bu mənzili almaq üçün qulluğunuzdayam, zəng eləyərsiniz. Sağ olun, var olun.